Milli Hidrometeorologiya Xidməti intensiv yağan yağışlarla bağlı məlumat yayıb. Bildirilib ki, son 15 saat ərzində yağan yağışın miqdarı aylıq normanı 2 dəfədən çox üstələyib. Mütəxəssislər bildirir ki, bu son 59 ilin rekord göstəricisidir. Son 15 saat ərzində düşən yağıntıların miqdarı Bakı şəhəri və Abşeron yarımadasında 57 mm-dir ki, bu da aylıq normadan 2 dəfə artıqdır. İllik norma ilə müqayisə etdikdə isə bu illik normanın artıq 22%-ni göstərir. Bu isə özlüyündə çox böyük bir rəqəmdir. Eyni zamanda bölgələrimizdə də belə yağıntılı hava şəraitini biz müşahidə etməkdəyik. Bölgələrdən asılı olaraq əsasən Böyük Qafqaz ərazisində, Kiçik Qafqaz ərazisində düşən yağıntıların miqdarı aylıq normanın 2-3 dəfə artıq normadan yüksək olduğu müəyyən edilmişdir və hazırda da yağıntıların davam etməsi müşahidə edilir. 1966-cı ildə Bakı şəhəri və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 3 dəfəsinə dəfə idi. Bu günlərdə isə, son 15 saatda isə düşən yağıntının miqdarı aylıq normadan 2 dəfə çoxdur. Bu isə 59 ilin rekord göstəricisidir.